Maşın almayın qardaş. Bugünkü günü görürəm ki, kişi kimi çörək qazanmaq bəzilərinə həqiqətən də çox ağır gəlir. Avtomobilin vəziyyətinə baxın. Alt nahiyədə salamat detal yoxdur. Bu nahiyədən zədəsi dəlib. Qoyduq bir tərəfə. Ştanga əyridir. Diskdə svarkaya bax. Mən ölümü çörəyi necə yeyirsiniz? Bu tərəfdə svarkaya bax. O ucuz qiymətə maşın paylaşırlar, nə bilim, neynirlər. Biz bu cür videolar çəkəndə bəzilərin qınaq obyektinə çeviririk ki, nə bilim, kişinin çörəyi ilə oynamaz, nə bilim, neynəməz. Biz xəbərdarlıq etməliyik ki, siz aldanmayasınız. Biz hansısa bir, bu sahədə hansısa bir alverçim olsun, hansısa bir salon mu olsun, bizim onlarla işimiz yoxdur. Onlarda problem var, onların şəxsiyyətində problem var ki, bugünkü gün bu cür avtomobili sizə satmağa imkan verir. Amma biz təşkil etməliyik ki, siz bu cür insanlara aldanmayasınız. Motor nahiyədə olan yağa bax. Götür nahiyəni. Avtomobildə çox problemlər var. Kate olunmuyubdur. Kate olunsa çox şeylər deyərik. Travest olan sürüyə baxın. Bugünkü günü VIN kodu vurub maşın almırlar qardaş. VIN kodda bəzi şeylər var ki, gizlətmək olur. Bu bir mənalı şəkildə danılmazdır. Gəlin bugünkü günü bu cür problemlərə aldanmayasınız. Qardaş yaxınlaşıb Kate'yə görə. Göstər o maşını. Kate'yə görə yaxınlaşdı. Bugünkü gün Kate olunacaq 1 manatsız şəkildə. Ayın 31-nə qədər kampanyadır. Kampanyadan yararlanacaq. Biz bunu etmirik ki, hansısa bir müştəri təbəqəsi əldə edək. Bugünkü gün kampanyaya görən əksəriyyət müştərilər hansısa bir problemə görə gəlmir. Sadəcə olaraq bizi görmək məqsədi ilə gəlir. Biz də bugünkü gün ürəyimizdən gəlib bu cür kampanyaları edirik ki, bəzi ehtimallarda bəzi müştərilər var, bəzi sürücülər var, imkansızlıq cəhətdən ən azından gətirib avtomobilin problemini bilə bilərlər. Nəysə, başqa söz demək istəmirəm. Bacarın bu cür problemlərə aldanmayın. Vallahi, yəni söz tapmıram ki, mən deyəm ki, sən necə çörək yeyirsən, necə çörək qazanırsan, nə adıyla iş görürsən, amma bu cür iş, yəni kişiyə məxsus olan iş deyil. Avtomobildə ən azından problemi olanda ideal vəziyyətdə avtomobil demirlər. Bu ideal vəziyyətdə avtomobilin isə ideal olmayan avtomobilin nə vəziyyətdədir? Yəqin ki, görərsən, ən azından vicdanın varsa bu qədər də olsa sızlayar. Nə bilim valla. Bir avtomobil bir insanın ömür boyu həyatında qazancıdır. Ona görə də kimsə qazancından oynayıb bu cür nakişliklər etməyin. Başqa heç nə demək istəmirəm. Desəm çox söz danışacağam. Ona görə də dilim başıma bəladır. Öpürəm, özünüzdən müğayət olun. Satanda problem yoxdur. Sizdə problem var ki, kate olunmamış avtomobil alırsınız. 10 minlik, 15 minlik avtomobili 50 manat qıyıb kateye pul vermirsiniz. Bugünkü gündə həmən kate bizdə pulsuzdur. Bağla.